Salam əziz izləyicilərim. Bugün sizə təcrübəmdə çox tez-tez rast gəldiyim bir problem haqqında danışmaq istəyirəm. Əminəm ki, körpəsi olan valideynlərə bu çox maraqlı və maarifləndirici olar. Mövzu qəbizlikdir. Qəbizliyin təbii ki, bir çox növü var, bir çox səbəbi var. Amma mən sırf uşaqlarda 2-3 yaşında rast gəlinən qazanılma qəbizlik haqqında danışmaq istəyirəm. Bu qəbizlik yaranır ya uşaq ana südündən normal qidaya keçən zaman və yaxud da ki, pampersi tərk edib qaşoka oturan zaman. Bu yaşlarda valideyn bir qəbizliklə üz-üzə qalır. Hansı ki, ilk başlarda adi qida rasionunu düzəltməklə, meyvə tərəvəz verməklə düzələcəyini düşünür. Amma sonradan artıq dərman müalicələri belə kömək etmir və uşaq düzəlmir. Və artıq uşağı mənə gətirərkən valideyn çox zaman deyir ki, bu uşaq ancaq imalə ilə çölə çıxır. Yəni, valideyn imalə eləməsə, uşaq 3 gün, 5 gün, 1 həftə, 10 gün neçə ki imalə etməyib, uşaq böyük bayıra çıxmır. Və bu vəziyyət düzəlmir, heç bir dərman müalicəsi ilə düzəlmir. Niyə görə? Çünki çox zaman, 90% hallarda arada ikinci bir səbəb olur. Nədir bu səbəb? Uşaqda qəbizlik nəticəsində yaranan anal çatlar. Anal çat nədir? Qəbizlik olan bir insan gücənən zaman onun bərkləşmiş, qalınlaşmış sərt nəcisi anal nahiyə, yəni bağırsağın qurtaracağına böyük təzyiq göstərir və onun o nahiyədəki dərinin və yaxud zeyli qişasının yırtılmasına səbəb olur. Bu anal çat çox böyük ağrı ilə müşahidə olunur. Əgər orada qanaxma olarsa, təbii ki, valideyn panika içərisində uşağı gətirir xəstəxanaya, amma qanama olmazsa, bundan valideynin xəbəri olmur. Və uşaqda artıq bir psixoloji travma yaranır. Bu tualetdən qorxur. Uşaq kaka etməkdən qorxur və onun tualet istəyi gələn zaman nə edir? Sıxır, özünü saxlayır. Sıxır, saxlayır, bir neçə saniyə ərzində bu his keçir. Amma bir müddət sonra yenidən gəlir bu his, yenə özünü sıxır, saxlayır. Valideynə bildirmir, qarşoka oturmur, hardasa küncdə bucaqda gizlənir, bu hissin keçməsini gözləyir. Və bu zaman nə baş verir? Bağırsaqda qalan nəcis daha da suyu sovrulur, çünki bağırsaq divarları nəcisin bütün suyunu sorur. Nə qədər çox qalarsa, o qədər də çox suyu sorulur, o qədər də çox bərkiyir və o qədər də qəbizlik dərinləşir, çətinləşir, növbəti səfər çox ağrılı olur. Bu zaman uşaqlara kompleks müalicə lazım olur. Hər bir uşağa yanaşma fərqlidir, amma bəzən uşağı hətta psixoloqa göndərə bilirik. Bəzən də valideyn özü psixoloji dəstək göstərə bilir. Hətta bunun üçün sosial şəbəkələrdə, internetdə videolar var. Xüsusi uşaqlar üçün əyləncəli, maarifləndirici videolar. Hansı ki, bu problemin üstəsindən gəlmək üçün kömək edir valideynlərə. Daha sonra buradakı anal çatın müalicəsi mütləqdir və ən sonda qəbizlik müalicəsi. Əgər bu iki faktor, həm psixoloji faktor və anal çat aradan qalxmazsa, qəbizliyin düzəlməsi barədə söz ola bilməz.